Ya Allah. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaətlərinizi qəbul etsin. Nəhcül Bəlağa verilişində əziz dəyərli ustadımız Hacı Əhlimanla bir kəsin hüzurunuzdayıq. Hacı, salam aleyküm, xoş gördük sizi. Rəhmətullah, xoşunuz olsun. Allah qəbul eləsin inşallah. Allah razı olsun. Hacı, keçən səfər 27-ci xütbənin ikinci hissəsində qaldıq və orada Həzrət şikayət edirdi, gileylənirdi öz ordusundan ki, Maviyənin qoşunu, qəsbkar ordusu gəlib Ənbar şəhərinə hücum edib, Həzrətin nümayəndəsini, valisini orada öldürüb və şəhəri qarət eləyib, sağlam şəkildə də əlini qolunu sallaya-sallaya şəhərdən çıxıb gediblər. Heç kəs müqavimət göstərməyib. Bundan şikayətlənirdi. Sonra əsas məsələ orada onların, o qəsbkar ordunun müsəlmanların namusuna, müsəlman qadınlarına təcavüz etməsi, onların zinət əşyalarını soymasından söhbət açır. Buyurur ki, mənə verilən məlumata görə onlardan bir nəfər bir müsəlman qadınının və həmçinin can və malı İslamın pənahında olan qeyri-müsəlman qadınının evinə daxil olub və onların xalxalını, bilərziyini, boyunbağını və sırğalarını üstündən götürüb və onlar ağlayıb ah-nalə etmək və yalvarmaqdan başqa heç nə edə bilməyiblər. Sonra maraqlısı Hacı Ardud buyurur ki, onlar bu qədər cinayət törətdikdən sonra bir nəfərləri belə zərrəcə xəsarət almadan və qanları tökülmədən çoxlu qənimətlə öz şəhərlərinə qayıdıblar. Əgər bu acınacaqlı hadisəyə görə hər hansı bir müsəlmanın təəssüf və qüssənin çoxluğundan ürəyi partlayıb ölsə, qınanmaz. Qınanılmaz bəli. Əksinə, məncə o buna layiqdir. Yəni, bir insan ölsə, bu vəziyyəti görəndə, ölsə qeyrətindən o daha layiqli işdir. Bəli. Hacı, elə burada sözü sizə verirəm inşallah. Allahın salavat salamı olsun Peyğəmbər əhl-i beytinə və möminlərə. Bəli, Həzrətin o xütbələrin içərisində çox elə insanda təəssüf yaradan xütbələrdən biri. Keçən dəfə də ona işarə elədik ki, Həzrət burada çox o necə deyim də, o müsəlmanların ətrafında olanların demək olar ki, həddindən artıq daha belə səhlənkarlıq demək olmaz, səhlənkar o kar var da bir dənə orada, iş var da, yəni işi yüngül tutmaq. Ki o işi yüngül tutmaq özü də bir işdir ki, yüngül tutubdu onu. Amma burada da səhlənkarlıqdan yaddan keçib. Məsələn, biri gəlir, o cürə siz dediyiniz kimi, orada oxuduğunuz kimi bu rahatçılığa bu işi görür, gedir. Bu çox, Həzrət deyir ki, adamın ürəyi partlasa yeri var. Siz necədir, orada mövzu, məsələn, döyüşlər çox olub, düşmənçilik çox olub, işğallıq çox olub, təcavüzlər, məsələn, başqasının torpağına çox olub. Bu şeylər də olub. Bəli. Məsələn, gəliblər, təcavüz ediblər, onu soyublar, qarət ediblər, adam öldürüblər, gediblər. Bu şeylər də tarixdə çox olub. Amma bu mövzunun ən pisi oradadır ki, o dediyimiz hadisələr baş verəndə və o cinayətlər baş verəndə, məsələn, istər-istəməz, istər indi dini cəmiyyət olsun, ya müsəlman cəmiyyəti olsun, istər qeyri-müsəlman cəmiyyəti olsun, orada bunlara qarşı vuruşan da olub, bunlara qarşı döyüşən da olub. Müqavimət göstəriblər, ölüblər, yaralanıblar, ən azı, məsələn, dallarıcan gediblər, bir təqib eləyiblər. Yadınızda olsa, Bədr müharibəsindəki müsəlmanlar səhlənkarlıq elədi, Həzrət Peyğəmbər baxmayaraq ki, itkini çox verdi, müsəlmanlar falan oldu, zahirən bir məğlubiyyət var idi, amma yenə Həzrət Peyğəmbər həm bunlara cəza ünvanında, hətta yaralılara da icazə vermədi. Ühüddə, bəli, Ühüd müharibəsində başladılar onları təqib eləməyə. O özü bir dənə iş idi Həzrət Peyğəmbərdən, bir dənə məktəb idi ki, yəni əgər vaxtında yer üzdə olmasınız, gərək onu bu cürə tələfi edirsiniz. Bunların, yəni, ən işin pis cəhəti, ondan sonra acınacaqlı cəhəti budur ki, bunlar rahat gəlirlər, bu işləri görüb gedirlər. Heç kim Həzrət demişkən, nə narahat olur, nə heç ki, nə, məsələn, Həzrət deyir, məsələn, onların
nə burnu qanadı, nə əzildilər, nə döyüldülər, nə bir ox dəymədi onlara. Əsas bu dərd bundadır ki, bu biri tərəf heç nə olmayıb. Yəni əslən bir tərəf heç çıxmayıblar, ondan sonra qarşılaşmayıblar, müqavimət göstərməyiblər. İşin ən pis tərəfi budur. Ki, məsələn də gəlib özü insan əskərdir də, o adamlar ki, Həzrət onlarla danışır, onlar elə əskər hökmündə idilər də, onların vəzifəsi idi. Onlar məsələn, belə indi məsələn bir yer ölkəyə təcavüz olunanda hamı elə öz başına silah götürüb gedə bilməz ki, bunu tənzimləyən hökumət var, qanun var, ordu var, filan var, belə deyir. Bunlar da elə bir adam deyirdi ki, məsələn, eşidən kimi durub gedib qılınc tapıb getsin. Əslən, bunlar əli qılınclı əskərlər idilər, döyüşçülər idilər. Bunlar elə vəzifələri o idi. Hətta Beytülmaldan da yeyirdilər ona görə. Ki, bunlar heç bir maaş verilirdi. Nə elə bil hüquqi vəzifələrinə əməl eləmədilər, nə ilahi vəzifələrinə əməl eləmədilər və nəticədə də gəldi mövzu bu yerə çıxdı ki, Həzrət deyir ki, bu hadisəni eşidəndə adamın gərək ürəyi partlasın və partlasa da elə danla yeri var və hətta yaxşıdır adamın ürəyi partlasın belə bir məsələdə. Həzrətin halını biz görəndə bu xüsusilə indi mübarək ömrünün sonlarında hansı hadisəyə oxşuyur? Həzrət Musa Peyğəmbərin qövmü ilə rəftarı ki, daha doğrusu qövmün Həzrət Musa ilə rəftarı ki var. Sən və Allahın get vuruş, biz burada gözləyik. Ona da gəlib işarə olunacaq azıqların ardında. Yəni ki, elə bir ki, sanki Həzrət hey təşviq eləyir cihada, hey təşviq eləyir döyüşə, amma bunlardan bir səs çıxmır. Sanki belə deyir, yəni sən və Allahın get vuruş. Ayədə çox maraqlı bir şey var. Bunlar getdilər, xəbər tutdular da, bir kəşfiyyat elədilər. Bəzi Həzrət İsa'nın qovumu, Musa'nın qovumu o Əmalikə tayfası idi. Onların barəsində də müxtəlif yazırlar tarixdə ki, çox böyük, hündür idilər filan. Biraz da şişirtmələr çoxdur. Bəli. Biraz şişirtmələr də çoxdur. Nə qədər hündürboy olsaydılar, Firavondan qüdrətləri çox deyirdi ki. Deyir, biz Hazreti Musa deyir ki, biz orada qovmən Cəbbarin, o Cəbbar qovmu gördük. Həzreti Musa siz özdə elə deyirlər ki, güya məsələn, deyir, orada zülümkar bir qovmu gördük, güclü bir qovmu gördük. Həzreti Musa sizi möminlərin üstünə aparmayacaqdı ki, Həzreti Musa apardı Cəbbarın üstünə də, elə deyir. Özdə hədə belə, ardıcanda yadınızda olsa bir dəfə biz onu müzakirə eləmişik də, məsələn, çox belə tərbiyəsiz formada deyirlər ki, İzhəb əntə və Rəbbuka fəqatilə və İnna qaidun. Ged Allah onunla bir yerdə sən vuruş döyüş, biz də burada oturub sizi gözləyirik. Yəni bir müsəlman cəmiyyətin, indi Həzrəti Musa orada nə çəkib bir Allah bilir də, nə çəkib, ona görə də Əli əleyhissalam bu şeyləri çəkdiyinə görə başına qılınc dəyəndə deyir də fustu və Rəbbül Kəbə. And olsun Kəbənin Allahına rahat oldum. Bu dərdlərdən canım qutardı da. Yəni bu işdə. Bəzən tarixdə belə hadisələr olur ki, bəli, məsələn, rəhbər, başçı qüdrətlidir, şücaətlidir, döyüşkəndir, amma millət də olmalıdır. Millət onu keçən dəfə yadınızda olsa, keçən dəfə idi ya, ondan qabaqçı dəfə idi, biz o Şəhriyarın şeirini də qeyd elədik də ki, deyir, ümmət olmazsa imamət də olur xanənişin, dolanır getdikcə Kəbə də kəlisa başına. Bəli, ümmət lazımdır, ümmət olmasa, belə bütün hər yerdə ümmət də olmalıdır, əskər də olmalıdır. Və hamı öz vəzifəsinə əməl eləməlidir. Burada Həzrətdən bir dənə söz var, Hacı. Ona keçməmişdən əvvəl bir dənə də məsələyə o münasibət bildirək. Yəni, məsələn, qarşı tərəf düşmənçilik eləyirdi, başa düşdük, Muaviyyədir, ordusudur. Düşmənçilik eləyirdi, müharibə eləyirdi, müharibənin də bəzi qayda qanunları var. Hər halda bunlar özlərini müsəlman hesab eləyirdilər də. Hücum etdiyi Həzrət Əlinin ixtiyarında olan o şəhərlər də müsəlman şəhərləri idi. O qadınlar... Yəni, zaten bunlar Muaviyyəni batil bilirdilər Həzrət Əlinin yanındaydılar da. Onu demirəm, Hacı, onu demirəm. Mən bu tərəfdən yanaşıram. Yəni, sən elə bir şəhərə hücum edirsən ki, o sənin dindaşlarındır. Ha, o biri tərəfdə. O biri tərəfdə mən məsələyə yanaşıram. Yəni, sən necə gəlib dinc əhalini qarət edirsən, qadınları, müsəlman qadınlarını qarət edirsən
və əlini sallaya-sallaya çıxıb gedirsən. Bu necə müsəlmançılıqdır? Necə? Onlar da özləri müsəlman hesab edirdi, Muaviyyəni xəlifə hesab edirdi. Mən bu biri tərəfdən baxıram ki, bu biri tərəfdə bunlar Muaviyyəni əleyhissalamın yanında olanlar da Muaviyyəni batil bilirdilər də. Ona görə Həzrətin yanındaydılar. Məsələn, kim desə ki, bunlar Həzrətin yanında nəsə təmənnada idi, Həzrəti Əlinin yanında təmənna eləməli, axirət payından başqa bir şey yox idi. Nə var idi, nə dövlət vardı, heç o vədəni də vermirdi. Hətta məsələn, hökumətin əvvəllərində dedi, zabitlərə biraz əlavə pul ver ki, biraz hökumətin möhkəmlənsin. Dedi, vay olsun sizə. Hətta şəxsi pulum olsa onu eləmərəm. Onda qalmışdı ki, məsələn, bu beytulmaldır. İndi bunlar, məsələn, Həzrəti Əlinin yanındadır, Həzrəti Əlini haqq bilirlər. Özlərini də Muaviyyəni də batil bilirlər. Özlərini də Muaviyyənin yanında olanlardan artıq bilirlər. Hətta Muaviyyənin yanında olanlara təəssüf edirlər ki, tanıdıqları adamlar. Gediblər Muaviyyənin yanındadır. Amma onunla belə Muaviyyənin əsgəri gəlir bunların gözünün qabağında bu işləri görür. Bunlar da reaksiya vermirlər. Özü o dərəcəyə qədər gəlir, çıxır məsələn. Burada Həzrətin 166-cı xütbədən bir hissəsini burada gətirib. Elə bil orada da mövzu bu şeyə uyğundur. Oradakı danışıq da bura uyğundur. Həzrət orada deyir ki, ya eyyuhənnas, لَوْ لَمْ تَتَخَازَلُوا عَنْ نَسْرِ الْحَقِّ وَلَمْ تَهُنُوا عَنْ تَوْهِنِ الْبَاطِلِ. Deyir, ay cəmaat, əgər siz haqqa kömək eləməkdə, haqqa himayət eləməkdən əl götürməsəydiniz, haqqa kömək eləsəydiniz, haqqa himayət eləsəydiniz və batili zəiflətməkdən ötürü də süstlük eləməsəydiniz. Siz iki dənə iş görürsünüz. Ola bilər adam haqqa kömək eləmir. Düzdür, o haqqa kömək eləməmək bir növ batili qüvvələndirməkdir. Yaxşı. Amma bir də var, məsələn, elə haqqa kömək eləməməklə batili qüvvələndirəsən. Bir də var, haqqa kömək eləmirsən, elə batilə də neyirsən? Bir növ xidmət eləyirsən. Məsələn, Siffin müharibəsində onlar ki, malikəciləri geri qaytarmağa məcbur elədilər. Onlar ki, həkəmiyyətə Həzrəti Əlini vadar elədilər, məcbur elədilər. Bunlar haqqa kömək eləmədilər heç. Haqqın əlini apardılar, qoydular batil əlinə. Bu da yerində. Bir də ki, əməlli başda Əmrasla Muaviyyənin hədəfin yerinə yetirdilər də. Əmras da bilirdi, Muaviyyə də bilirdi ki, biz Həzrəti Əli ilə vuruşa bilməyəcək. Əgər vuruşmağa qalsa. Hətta İmam Həsən əleyhissalamla vuruşa bilməyəcək. Hətta vuruşsaq, məğlub eləsəydi, onun ardıcan bizim işimiz çətin olacaq. Bunlara ən yaxşı sərf edən variant nə idi? Elə Əli əleyhissalamın sülhə, İmam Həsən əleyhissalamın sülhə vadar eləmək ki, Muaviyyə göstərəcək bu da. Sizin şiyələr, məsələn, sizin imamınız Əli deyir, İmam Həsən deyir, bu da özü imza atıb. Bu onun üçün böyük bir dənə üstünlük idi ki, ona da nail oldu. Həmin bu dəstə ki, Əli əleyhissalamın yanında var idi. Həmin bu süst möminlər, Həzrət onlara gəlib o da işarə eləyəcək. Yayda dedim, dediniz istidir, qışda dedim, dediniz soyuqdur. Həmin o mövsümü müsəlmanlar da, mən həmişə danışanda sezonlu müsəlman deyirəm ona ki, sezonlu müsəlmanlar. Siz onlara bu dərəcədə kömək elədiniz. Bizən, baxın, bir var, biri çıxır, gedir, itir. O, məsələn, elə bil ki, imamı haq, imamı məsum, binir, çağırır insanları cihada. Biri gedir, itir. Yoxdur ortalıqda. Bunun Allah atasını rəhmət eləsin. Niyə? Ən azı bir dəstə fikirləşir ki, bu öldü də, ya haradadırsa, ya zindana düşdü, ya gəlib çıxa bilmir. Həqiqətdə özü qaçıb gizlənsə də. Ancaq biri də var ki, var ortalıqda, haqqa da kömək eləmir. Bu ilə batilə əməlli başlı xidmətdir. Mən bir yerdə acı bir məsciddə gördüm, heyf bizim cəmiyyətdə də elə şeylər var. Bir nəfər pişi namazdan küsmüşdü. Daha doğrusu pişi namazlardan küsmüşdü. Bir-iki-üç dənə o məscidin imamı var idi, küsmüşdü. Bu adam cəmaat namazı ki, özü də gözləyirdi də, məsələn də, zöhr azanından şam azanına qədər nə qədər vaxt var namaz qılmağa. Elə deyir. Pirusda ki, adətən cəmaat namazı elə bir 5-6 dəqiqə azandan sonra başlayır da. Yəni bu, əvvəldə də gəlib qılıb gedə bilərdi. Bunlar qılandan da sonra nə qədər neçə saat vaxt vardı qılmağa. Pirusda bu məsciddə cəmaat namazı təşkil olunanda
arxada çox yer olur da. Məscidlər doludur kağızına qədər deyəsən ki, yer olmadı. Yaxşı, bunların heç birini eləmirdi. Bu məsələn cəmaət ki dayanıb, birinci cərgə imam dayanıb və arxada cəmaət dayanıb, o gedirdi imamın bir yanında ya o yanında bu qədər cəmaətin gözünün qabağında nə edirdi? Namaz qılırdı. Mən ona dedim ki, niyə belə eləyirsən? Dedi, etiraz eləyirəm. Dedim, sən əslində o imama etiraz eləmirsən, sən Allahın dininə etiraz eləyirsən, Allahın dinini gözdən salırsan. Sənin onunla şəxsi prinsipin var. Sən, məndə namaz qılmalıyım, mümkünsüz şeydir. Ged evində qıl. Kes arxada qıl. Göz gəlməz. Biraz gec gəl, ya biraz tez gəl. Yaxşı, bax o insan ki, qaçır biri gizlənir, onu məsələn hələ kim bilir ki, bu etiraz eləyib gedib. Ya məsələn əqidəsi zəifdir gedib. Hərə azdan çoxdan bir yaxşı yerə yozan var. Amma biri ki o cürə gedib orada durub qılır, bunun vurduğu zərbə, düşmənin vurduğu zərbədən çoxdur, çox pisdir. Yəni o cürə adam ki, əleyhissalam burada onlardan danışır, onların dinə vurduğu zərbələr Muaviyyənin yanında olan adamların vurduğu zərbədən çox pisdir. Əleyhissalam nə deyir? Deyir, belimi neçə tayfasındır. Biri cahil dost, nadan dost. Biri də çiynəli düşmən. Biri ki, baxın, Əleyhissalamın kəlamında, bu Həzrəti Əleyhissalamın kəlamı bizim kəlamımız deyir ki, dedük yaraşdı. Bu şuurdan, dərrakədən, ilahi mənbəydən gələn kəlamda deyir, mənim belimi sındıran 2 nəfərdir. Bir çiynəli düşmən, bir də cahil dost, nadan dost, qanmaz dost. İnsanın dostu qanmaz olanda da ona heç o Həzrət deyir çiynəli düşmən. Heç ona ehtiyac yoxdur. Bu dost kimlə bərabərdir? Çiynəli düşmənlə bərabərdir. İndi öz aramızda zarafata deyərik ki, bəzən. Yəni, sənin kimi dostu olanın düşmənə ehtiyacı yoxdur. Elə o cürə dostu olanın da çiynəli düşmənə ehtiyacı yoxdur ki. O adam o qədər cahildir. Yaxşı, heç olmasa gedib gizlənmir, heç olmasa gedir qabağda durur, namaz qılır. Gəlir, əlində qılınc gəlib durur. Həzrəti Əliyə deyir ki, deyir, həkəmiyyətə qol qoymalısın. İmam Həsən əleyhissalama deyir, sülh eləməlisin. Mən döyüşə bilmirəm. Və maraqlı bir dənə nədir, acım? O bir dənə kətdə dava düşür, hərə bir şey götürüb gedir, bir də bir şey götürür. Deyirlər, bunu sən nöş götürürsən? Deyir ki, elə belə götürmüşəm də yaraşığa. Deyirlər, oyuncaqdır bunu yaraşığa götürəsən. İndi sən də, məsələn, vurmaq fikrin olmasa, indi burada dava düşəndə, vuruşma başlayanda, ağac davası başlayanda, biri görəcək, sənin də əlində ağac var axı. İndi gəldi sənin, əlin boş olsa, heç kim sənin üstüvə gəlməz. Amma indi biri birdən sənin gördü, əlində ağac var, gəldi 2 dənə də sənə vurdu. Niyə niyyətsən onda? Deyirə, düz deyirsən, atır ağacı, gedir durur ayanda. Heç olmasa bu cürədə olmur. Sən əliyə qılınc götürmüsən. Gəlmirsən, durmuşsan Həzrəti Əlinin yanında. Döyüşmürsən. Yaxşı, o qılıncı heç olmasa evdə qoyub gələydin. Elə döyür. Heç olmasa baxan əvvəldən desin ki, bunun nəsə problemi var, döyüşməyəcək. Ya indi hələ o niyə döyüşmür, o sonradan bəlli olar da, sonradan bilinir. Amma sən açıq aşkar əlində qılınc gəlmirsən, deyirsən ki, ya məsələn Əli, ya Peyğəmbər, ya İmam, ay Allah, və döyüşə bilirəm, əcəb eləyirəm, döyüşmürəm. Əcəb eləyirəm, döyüşmürəm. Bu eyni buna bənzəyir. Ki, çox əfsus, cəmiyyətin içərisində belə bir şeylər var idi. Həzrət də burada deyir ki, məsələn, Həzrətin öz dövründə də Əbu Musa Əşəri kimilər, onlar baxmayaraq ki, böyük nüfus sahibləri idilər. Amma nə ki, sakit qalmırdılar, əksinə Həzrətə qoşulmaq istəyənləri də çəkindirirdilər ki, fitnədir, bu nə bilim olmaz, bu döyüş qanunu deyil falan. Həzrət Əlidən uzaqlaşdırmaq istəyirdilər. Özü çox maraqlıdır, o cür adamlar gedib Muaviyyə demirdilər bu döyüş qanunudur, gəlib Əleyhissalama deyirdilər. Yəni ki, bunlar analiz etmə, mən demirəm, analiz etmə qabiliyyəti yox idi. Bunu demək biraz çətindir. Çünki o boyda Quran müəllimi, o boyda nüfus sahibi, hətta yəni Peyğəmbər sahabəsi falan, yəni ki, bilmir ki, bu rəsmi xəlifəyə bunlar təcavüz ediblər, qoşun çəkiblər. Necə yəni bu düzgün iş deyil. Hər halda, hətta özü də bilir ki, döyüşmək istəyən də qarşı tərəfdir. Yəni qarşı tərəf qılınca əl atıb gəlir bunun üstünə.
Yəni bunun qarşısını almaq üçün məlum məsələdir, gərək qılınca əl atasan, döyüşəsən ki, bu fitnənin qarşısı alınsın. Amma o isə deyirdi ki, bu fitnədir, getməyin. Getməyin. Fitnəni harda görürdünüz? Bəli. Ona görə İbn Abbas dedi ki, sən nə üçün deyirsən bu fitnədir? Peyğəmbər mənə deyib ki, fitnə olanda çəkil kənara qoşulma heç bir kəsə. İbn Abbas da dedi ki, əvvəla Peyğəmbər bunu harda deyib, biz eşitməmişik. Bu bir. İkincisi, Peyğəmbər deyibsə də bunu yalnız sənə deyib. Çünki sənin fitnədən baş çıxardacaq bir başın yoxdur. Ona görə ixtilafa düşəcək. Sənə deyib ki, sən ged odur evində. Sənlik deyil bu işlər. Biri də... Bir də çəkinirsənsə, niyə çəkinmirsən? Axı çəkinmirsən. Bəli. Cəmaata deyirsən ki, getmə. Bir də Həsən Bəsri haqqında da rəvayətlərdə özüm oxumuşam. Bilməm, indi sənədi nə dərəcədə düzgündür, yoxsa yox. Bəlkə də o Həsən Bəsri deyil, Həzrət Əlinin dövründə yaşamış Həsən Bəsridir. Ki, Həzrət deyir, qoşunla birgə idi, ya bir cəmiyyətlə idi Həzrət Əli əleyhissalam. Çaydan su götürdü, dəstəmaz alandan sonra o qabda qalmış artıq suyu yenidən çaya tökdü. Yerə tökmədi ki, yəni israf olmasın. Bu Həsən Bəsri deyir ki, ya Əli, ya Əmir Əli, sən niyə elə etdin? Deyir ki, bəs israf olmasın da. Qayıdır ki, sən bu qədər müsəlmanın qanını tökürsən, o israf deyil. Çayın suyu deyirsən, israfdır. Həzrət qayıtdı, buyurdu ki, bəs niyə onlara kömək eləmirsən? Əgər bəs mən onların qanını tökürəmsə, dur ki, onlara kömək elə də. Deyir, mən istədim, qılıncımı götürüm, gedirdim onlara kömək etməyə. Hatifdən bir səs gəldi ki, qatil də cəhənnəmlikdir, məqtuldur. Yəni hər iki tərəf cəhənnəm əhlidir. Şeytan deyib. Deyir o sənin qardaşın şeytan deyib. Şeytanın sözüdür bəli. Şeytanın sözüdür. O Quranda ona oxşar qəşəng bir dənə ibarət var. Acı deyir. Bəni İsrailə deyir də. Deyir siz bəgər məsələn Cümə surəsində deyir ki, ya eyyuhellezine adin za'antum ennekum lillah fetemennevul maut. Eğer siz Allah'ın dostu hesab edirsiniz sözü ölüm üstünde gidin Allah'ın yanına. O birisinde de deyir ki, deyir fəlimə təqtulun ənbiya Allah. Əgər siz Allah'ın dostusunuzsa, Allah'ın dinini müdafiə edənsiniz, Allah'ın peyğəmbərlərini öldürürsünüz. Onlar şərh kəsirdilər ki, biz o vaxt peyğəmbərləri qəbul edirik ki, bir qurban gəlsin bizə. Yox, biz qurban kəsək, bir od gəlsin, o qurbanı yandırsın, qəbul olsun, onu da bilərək ki, sən haqsan. Allah da deyir ki, Quranda, bəs əvvəlki peyğəmbərlərin dövründə bu işi gördünüz, qurban kəsdiniz, od da gəldi, yandırdı. Və sizin qurbanınız qaldı. Niyə öldürdünüz onu? Ya, onları da öldürdünüz, bəli. Beləsinə insanları məntiqi qəribədir. Tutardı. Vaxtımız bizə işarə gəldi ki, o cümləni inşallah 66-cı xütbənin o sözün qismət olsa inşallah. Allah bizi ayıq möminlərdən, müsəlman. Mömin deyəndə ki, müsəlmanlardan qərar versin inşallah. Amin inşallah. Təşəkkür edirik sizə. Çox gözəl söhbətlərinizə görə. Allah sizi bizim üstümüzdən əskik eləməsin. Böyüklükdən əskik olmayasın. Sağ olun. Sağ olun.